Sinema Radyo. Əziz dinləyicilər, Dost Sinema rubrikasına keçid aldıq. Bugün qonağımız aktyor, prodüser, Book Trailer və Sinemo Beynəlxalq Film Festivalının direktoru Ruslan Sabirlidir. Ruslan bəy, xoş gəldiniz. Xoş gördük. Mən də salamlayıram sizi, həmçinin bizim dinləyicilərimizi. Ruslan bəy, artıq Sinemo Beynəlxalq Film Festivalı 3-cü dəfədir ki, keçirilir. Gəlin festivalın mahiyyətindən danışaq, ideyasından danışaq. Necə yarandı? Bunun ideyasının yaranması əslində qədim köklər. Çoxdan yaranıb əslində ideya. Daha doğrusu əvvəllər keçirtmiş olduğum Book Trailer festivalı var idi. Book Trailer festivalında bizə iştirakçılar müraciət edirdilər ki, biz də istəyirik Book Trailerlər çəkək, festivalda iştirak eləyək, amma texnikamız yoxdur, bizə köməklik eləyin, texnika verin və s. Oturdum, düşündüm nə etmək olar bu barədə və fikirləşdim ki, bəlkə ayrıca bir nominasiya yaradaq, mobil Book Trailer, yəni mobil telefona çəkilən Book Trailer və hər kəsdə çünki mobil telefon var, bu artıq texnika problemini həll etmiş olacaq. Və bu nominasiyanı təsis etdik, sponsorlarla da danışdıq, yaxşı qarşılandı və ora kifayət qədər sayda Book Trailer daxil olmağa başladı və elə o andan beynimdə başladı bu ideya fırlanmağa ki, bunu bir ayrıca festival kimi eləmək lazımdır. Mobil telefonla çəkilmiş kinoların festivalı. Başladım araşdırmağa internetdə, dünyada görüm nə var, nə yox. Gördüm ki, var, dünyada belə bir tendensiya kifayət qədər maraq doğurur dünyada və dedim, niyə də bizdə olmasın bu əjdahadan. Və beləliklə bu ideyanın üzərinə düşdüm və 2023-cü ildə artıq ilk Sinemo mobil film festivalını keçirtdik. Ondan sonra da inkişaf eləyə gəlirik, 3 yaşımıza çatmışıq. 3 yaşımızı bir neçə gün bundan öncə qeyd elədik artıq. Maraqlısı budur ki, birinci ili test olaraq yalnız Azərbaycan üçün keçirdik və cəmi bir ölkə özümüz var idik və öz iştirakçılarımız idi. İkinci ildən artıq beynəlxalq statusla başladıq işləməyə və 18 ölkədən film daxil oldu bizə, Azərbaycana daxil olmaqla. Düşünürəm ki, bu ilk beynəlxalq festival üçün çox yaxşı göstərici idi. Bu il isə artıq sayca 3-cü olsa da beynəlxalq olaraq ikinci festivalımızdır və artıq təxminən 2 dəfə artıb iştirak edən ölkələrin sayı, 33 ölkədən film daxil olmuşdur. Yəni keçən il 18, bu il isə 33 və düşünürəm bu kifayət qədər yaxşı göstəricidir və festivalın inkişafından xəbər verir. Bəs ümumilikdə neçə film daxil idi? Bu il bizə 100-ə yaxın film daxil olub. 100-ə yaxın film və onu da nəzərə alsaq ki, biz bu ildən tam metrajlı film də əlavə eləmişik. Bizə 4 tam metrajlı film daxil olub. Hərəsi saat yarımlıq filmlərdir, mobil telefonla çəkilmiş. Yəni saat hesabı ilə götürsək kifayət qədər yaxşı göstəricidir 100 filmin olması. Yəqin ki, birinci illə müqayisədə münsiflər heyəti də çoxalıb. Çoxalmaq yox, məsələ kəmiyyətdə deyil, keyfiyyətdədir. Sadəcə olaraq beynəlxalq festival olanda sən artıq məcbursan beynəlxalq kino mütəxəssislərini dəvət edəsən, münsiflər heyəti kimi ki, onlar dəyərləndirsin. Çünki sırf lokal münsiflər heyəti ilə işləmək biraz beynəlxalq arena üçün qeyri-ciddi görünə bilər ki, bunlar elə öz dünyalarını qurublar, oradan kənara çıxmırlar da və nüfuzuna təsir eləyə bilir festivalın. Çünki festivalın nüfuzunu əslində bu PR falan, hər şey öz yerində onun münsiflər heyəti təyin edir. Yəni münsiflər heyətində kimlər var, kimlər dəyərləndirir. Bu baxımdan və həmçinin də bu beynəlxalq indi olmasına baxmayaraq Azərbaycan üçün olan lokal nominasiyalarda saxlamışıq. Yəni Azərbaycandan olan iştirakçılar istəsələr beynəlxalqa da film təqdim edə bilərlər və yerli müsabiqədə təqdim edə bilərlər. Amma düzdür, təcrübədə az olur. Məsələn, bu vaxta qədər az olub ki, cəmi 1-2 nəfər Azərbaycanlı beynəlxalq nominasiya verib, oradan çəkilinlər, yəqin ki, müsabiqədən ki, uduzarlar və s. Əslində o yerli nominasiyaları da saxlamağımın səbəblərindən də biri budur ki, istəyirdim qarışdıram, sonra fikrimlə daşındım ki, çünki birdən bizim uşaqlar uduzsalar,
diplomlar hamısı xaricə gedir. Onlar diplomsuz qalırlar. Bu çox böyük bir demotivasiya yarada bilər. Çünki mənim əslində məqsədim gənclərə dəstək olmaqdır. Xüsusən də bu beynəlxalq fonda Azərbaycanlı kinematoqrafları dəstəkləməkdir və hələ ki məni çəkindirir bu ideya ki, nominasiyaların hamısını qarışdırıb yalnız beynəlxalq eləmək. Ona görə düşünürəm ki, bir xeyli müddət hələ ki yerli nominasiyalarla davam eləyəcəyik ki, bizim yerli istedadlarımız təltif oluna bilsinlər. Onsuz da müsabiqəyə müraciət edənlərin sayı çox olur, rəqabət böyük olur. Zaten məsələn deyirəm də 100 nəfərdən 10 nəfər qalib çıxırsa, onun 90-ı artıq narazı şəxslər. Məlum məsələdir. Ona görə bu yerli nominasiyalarda alıb beynəlxalqa vermək daha çox demotivasiya edə bilər, həvəsdən sala bilər gəncləri. İstəyirdim nominasiyalardan danışaq. Nəyə əsasən seçilirdi? Filmlər? Bəli. Filmlər ümumiyyətlə, baxın da biz götürsək ki, film ümumiyyətlə rejissor işidir, rejissorun yaratdığı bir əsərdir. Yəni belə deyək, bir kampaniya düşəndə, bir cəmiyyət, bir masa arxasına düşəndə görürsünüz, lətifələr başlanır da danışmağa kimə. Siz məsələn lətifələri necə dəyərləndirərdiniz? Kim ən çox güldürür? Yəqin ki, budur da. Lətifənin məğzi budur ki, adamın danışığından asılıdır. Ola bilər lətifə gülməli olsun, amma danışan yaxşı danışmasın, heç kəs gülməsin, hamı belə desin, bu nə idi sən danışdın. Ona görə də əsas bu rejissorun da dili lətifə danışmaq kimidir. O göstərməyidir. Necə göstərir, həll yolları necədir və s. və buna görə jüri münsiflər heyəti dəyərləndirir. Amma seçim komissiyası isə məsələn bu il 100 film daxil olmuşdu. Biz onun 40-ını saxladıq, 50-sini imtina etdik. Çünki müəyyən meyarlar var idi ki, onlar uyğun gəlmirdi. O dediyim kimi bu bəzi şərtlərə də cavab vermirdi. Həmçinin keyfiyyət baxımından da bizi qane etmirdi. Yəni o festivalın səviyyəsinə yaxın deyildilər deyə qəbul etmədik. Amma belə seçim edəndə biz həmçinin də məzmuna da baxırıq ki, içərisində nə bilim başdan ayağa söyüşün biri bir qəpikdən olmasın. Onun festival rəhbəri kimi, məsələn, mən bütün filmləri 100 də olsa, 200 də olsa, 500 də olsa, hamısını oturub birinci özüm baxıram. Ondan sonra keçir seçim komissiyası, baxır ki, görüm nələri əliyirlər. Əliyəndən sonra mən bir də baxıram o filmlərə, təsəvvür edin. Ondan sonra ötürürük münsiflər heyətinə ki, tam əminliklə ki, bu filmlər həqiqətən də artıq münsiflərin dəyərləndirilməsinə keçə bilər. Kifayət qədər böyük vaxt, səbir və özlüyündə bir motivasiya tələb edir ki, bütün bunları ələkdən keçirəsən ki, işləməyə davam eləyəsən. Amma əsas... Üzr istəyirəm, baxmaq olur, yəni bu vaxta kimi qısa idi, ancaq sosial çarxlar idi. Qısa filmlər tutaq ki, yerlidə 10 dəqiqədir falan da, amma beynəlxalqda bu 40 dəqiqəyə qədərdir qısa film. Hər bir film 40 dəqiqə olsa görün nə qədər eləyir. Xüsusən hələ 4 dənə də tam metrajlı gəlib, saat yarımlıq film. Oturub ona baxırsan da, adamın bütün günü keçir o film izləməkdən. Əsas nominasiyalar hansılar idi? Əsas yox, bizdə ümumiyyətlə o kateqoriyalardır. O həmin kateqoriyalar üzrə də ən yaxşısını elan edirik. Məsələn, ən yaxşı tam metrajlı film, ən yaxşı qısa metrajlı film, sənədli film kateqoriyası var, sosial çarx var, musiqi klipi var. Belə. Ruslan bəy, festivala təqdim edən filmlərin müəlliflərini əsasən nə narahat edirdi? Mövzular əsasən hansılar idi? Mövzular müxtəlifdir. Çünki bu kateqoriyalar müxtəlif olduğu üçün hərənin öz fantaziyasına bağlı bir şeydir. Amma mən bir şeyin şahidi oldum ki, və bu şahidliyin nəticəsində də gələn il bəzi yeni kateqoriyalar, yeni nominasiyalar yaratmaq məcburiyyətində qaldım. Məsələn, qısa filmlərə görürdün ki, eksperimental filmlər göndərmişdilər uşaqlar, tələbə filmləri göndərmişdilər. Vertikal film də var idi. Çünki biz bildiyimiz kimi üfüqi formatdan istifadə edirik. Ona görə məsələn qərara gəldim ki, gələn il artıq 3 nominasiya əlavə edəcəm. Etmişəm artıq. Eksperimental filmləri ayrı dəyərləndirəcəyik, tələbə filmlərinə ayrı və vertikal filmləri də ayrı dəyərləndirəcəyik. Bunu əslində münsiflər üçün də çətinlik törədir. Bir var ki, həqiqətən bu qısa metrajlı bədii filmdir. Bir də var eksperimentaldır. Bunlar yəni tərəziyə qoyulası filmlər deyil də,
məlum məsələdir ki, bu birisi daha çox qalib gələcək. Ona görə o obyektivliyi təmin etmək məqsədi ilə artıq bu 3 yeni nominasiyanı da yaratdıq. Kim eksperimental çəkmək istəyir, artıq onu qısa filmlərə yox, eksperimental filmlərə təqdim edəcək. Kimin ki, məsəl üçün kurs işidir, diplom işidir, kurs tələbə filmidir. O artıq tələbə filmini elə qısa filmlərə yox, birbaşa tələbə filmi nominasiyası üzrə təqdim edə biləcək. Bu daha çox obyektivlik yaradacaq düşünürəm. Bəs sizi məsələn direktor kimi yox, bir izləyici kimi hansısa bir çəkən, yadda qalan film oldu mu? Hə, oldu. İndi amma buradan adını desəm bilmirəm. Heç kəs bilməyəcək onsuz da. Mövzu maraqlıdır, hansı sizi cəlb elədi? Mövzu baxımından, mən sizə deyim və çəkiliş baxımından keçən ilki filmlər daha maraqlı idi. Onların arasında daha yadda qalanlar var idi. Hətta komedik janrda olanlar da var idi. Amma bu il sanki biraz o qədər də mənim favoritim olmadı. O qədər belə deyim ki, sizi məni valeh elədi, yadımda qaldı. Belə bir film yox, hadi alınmadı. Bu il favorit olmadı mənim. Bəlkə keçən ilki filmləri qeyd edəsiz, bir həvəs yaransın bizim dinləyicilərimizdə təqdim etmək üçün. Mən söyləyim, keçən il baxın bir komedik çox belə film var idi. O xaricdən gəlmişdi, düzdür. Çəkiliş texnikası da çox maraqlı alınmışdı. Demək olar bir kadrla çəkilmişdi. Və o sevgilisi oğlanın dalınca qaçır, amma oğlan boş bəhanələrə düşür və heç cür izah eləyə bilmir ki, bu təsadüfən belə alınıb, bu düşdüyü situasiya və çox o vəziyyəti çox komedik olaraq açıqlamışdılar. Çünki bu festivala gələn filmlər arasında həqiqətən, bax indi də danışıram, düşünürəm, komediya filmləri, komediya janrında çəkənlər çox az olur. Bu il heç məsəl üçün bizdə komediya janrında film yox idi demək olar. Mən görmədim. Çünki festival deyəndə hamı nədənsə ağır bir şey fikirləşir. Hamı fəlsəfi bir şey fikirləşir. Hamı düşünür ki, burada nəsə alt məna ilə güclü bir nəsə bir eləməliyəm. Oturub bu yöndə istiqamətlənir. Halbuki komediyada çəkib göndərsələr, mən düşünürəm qalib olma ehtimalı daha çox olar. Amma gəlin razılaşaq da komediya çətindir, güldürmək çətindir. Bəlkə çətinliyə düşmək istəmədikləri üçün bu. O da ola bilər, amma ən azından məsələn komediya rəng qatır da. O da mən düşünürəm ki, bilirsiniz, kinematoqraf ümumiyyətlə rejissorlar özlərinə də bir challenge etməlidir, özünə bir çağırış etməlidir ki, mən komediyada çəkə bilərəm, bir özümü sınayım. Ən azından nə qədər gəncdilər falandılar, bunu eləməlidirlər də ki, mən məsələn cəhd elədim, alınmadı da. Amma sonra sən gəlib 40 yaşına çatanda onu cəhd eləmək artıq biraz onda doğrudan gülməli olacaq. Amma nə qədər gəncdir, mən düşünürəm ki, insan özünü hər yerə vurmalıdır, hər istiqamətə baş vurmalıdır ki, ən azından özünü tapsın. Bəlkə də bu gənclər arasında çox güclü komedik janrda yaxşı film çəkə biləcək rejissorlar var. Onlar sadəcə özlərini hələ tapmayıblar. Onlar elə bilirlər ki, elə ciddi bu janrda getməlidirlər. Bəlkə onların içində bir güclü komedyan yatır, komedist yatır, hadisələrə, tragedik, hətta tragik hadisələrə belə bəlkə gülməli baxışdan baxa biləcək bir düşüncələri var, özlərini kəşf eləməyiblər. Ona görə düşünürəm ki, cəhd etmək lazım. Mən hətta həmişə deyirəm ki, festivala göndərəndə film heç bir film göndərməyin, cürbəcür çəkin, müxtəlif mövzularda çəkin, müxtəlif janrlarda çəkin, göndərin. Ən azı bu da sizin üçün bir sınaq olacaq. Görəcəksiniz ki, qalibiyyətdən anlayacaqsınız ki, görəsən sizdə hansı daha yaxşı alınır. Ruslan bəy, festivalın daha da genişlənməsi üçün hansı işlər görülür? Yəni, daha çox ölkələr, daha çox müəlliflərin cəlb edilməsi nə dərəcədə mümkündür? Mümkün olmayan şey yoxdur. Məsələn, mənim üçün şəxsən bu dəqiqə hədəf beynəlxalq arenada nüfuzu qazandırmaqdır festivala. Düzdür, yerli gənclərə dəstək məqsədindən yaratmışam, bu ideya ilə çıxmışıq yola, amma yerlilər də özümüzünkilər də onlar həm hər il zaten filmlərini təqdim edirlər, amma məsələn 18 ölkədən 33 ölkəyə qalxması bu göstərici, bu çox yaxşıdır. Ondan sonra Google-da axtarış verəndə məsələn 3 ilə bizdə artıq axtarış nəticəsi 5 milyon 200 mindir. Yəni 5 milyonu keçib. Halbuki təzə başlayanda cəmi 10 mindən nəticə çıxardırdı Google Search-də axtarış verəndə. İndi yazırsan Sinema Film Festival artıq 5 milyonu keçir artıq. Bu da o deməkdir ki, müxtəlif mənbələrdə çıxır, yayılır, hər kəs paylaşır, edir. Bu çoxdur. Beynəlxalq nüfuz olmağı həmçinin biraz patriotik, vətənpərvər yöndən düşünsək, Azərbaycan üçün
görülmüş bir iş kimi dəyərləndirirəm. Məsələn, sizə sadə bir şey danışım, eksperiment kimi. Biz hər il ümumiyyətlə film təqdim etmiş insanlara kütləvi e-maillər yayımlayırıq ki, məsələn, filan tarixdə bu şeylər olacaq, bu tədbirlər olacaq, filan tarixdə qaliblər mükafatlandıracaq və s. Bu dəfə son məqamda düşündüm ki, gəlin uşaqlar Azərbaycan dilində yazaq. Bu e-maili bütün əcnəbilər daxil olmaqla da, əcnəbilər bizimkilər qarışıq Azərbaycan dilində e-mail yazaq. Həmişə ingilis dilində yazırdıq. Özümüzünkilərə də ki, özümüzünkilər qoy. Çünki yerli rejissorlar da dil problemi var və onların festivala çıxışını məhdudlaşdıran amillərdən biri budur. Və mən həmişə beynəlxalq festival olaraq Azərbaycanlılara da ingilis dilində göndərilməsini demişəm e-mailləri ki, qoy öyrəşsinlər indidən, erkən yaşda, qoy ingilis dilində istəyir, nə bilim, Google ilə tərcümə eləsinlər, neynəsinlər, tərcüməçi tapsın, amma bu dövrə düşsünlər və gələcəkdə daha xarici festivallara da müraciət edə bilsinlər. Yəni, ilişib Azərbaycanca, Azərbaycan festivalı bu dar bir məkanda ilişib qalmadıqları üçün. Bu nəsə belə bir fikir gəldi ki, gəlin əcnəbilər qarışıq hamıya Azərbaycan dilində göndərək e-maili və dedim artdan da belə bir cümlə əlavə eləyin ki, xahiş edirik iştirakınızı təsdiqləyəsiniz. Dedilər, Ruslan, bu xaricilər necə başa düşəcək bunu? Dedim, siz yazın, görək nə olur. Deməli, siz təsəvvür eləməzsiniz, əcnəbi iştirakçıların 90%-i bizə geri e-mail cavab yazdı. Həmin Azərbaycan dilində olan e-maila və hansı dildə olsa yaxşıdır, Azərbaycan dilində cavab yazdılar. Və bəllidir ki, bunlar heç bir Azərbaycan dili bilmir. Portuqaliyadan olan iştirakçı, Polşadan olan, Amerikası, Almaniyası, Fransa, İtaliya, bunlar bilmirlər Azərbaycan dilini. Azərbaycan proses nədir də? Bunlar alırlar festivaldan Azərbaycan dilində. Bunu Google Translate vasitəsilə tərcümə edirlər öz ana dillərinə. Sonra da cavab yazıb onu geri tərcümə edib. Təsəvvür edin ki, bu belə görsənəndə festivalın fonunda, festival daha mühümdür, amma bu xırda bir yazışmadır. Amma vətənpərvərlik baxımından düşünəndə bu böyük bir prosedurdur. Çünki bu festivala onlar film göndərdilər, qalib oldu, olmadısa ümumiyyətlə yaddan çıxacaq da belə bir festival oldu, nə vaxtsa göndərdim, çıxdı getdi. Amma bu yazışma ki var, onlar şor altında hələ çox müddət qalacaq ki, Azərbaycanda bir festival var idi beynəlxalq, olar bizə belə Azərbaycan, çünki açırsan, Azərbaycan, okey tanıdıq, hə, Akazvitsə bu ölkədədir bu festival. Sonra gəlir ki, Azərbaycan dilində, bunların dili nə maraqlıdır, burada ə hərfi var, nə, üstündə 2 nöqtə. Məsələn deyirəm də, təsəvvürlə yanaşsaq, bu onların yaddaşında qalır və onlara daha tanıda bilir. Bəlkə də kimlərəsə Azərbaycanı daha çox sevdirdi. Bizim bu cür kommunikasiya qurmağımız ki, ana dilində göndəriblər, nə yaxşı, nə maraqlı, qoy tərcümə eləyək və İngilis dilində də cavab yazmayıblar. Bunlardakı siz düşüncəyə baxın, necə deyim, o qarşılıqlı hörmətə baxın ki, bunlar da tərcümə ediblər, qoy biz də Azərbaycan dilində tərcümə. Mən düşünürəm ki, bax, vətənpərvərlik, ümumiyyətlə tanıtma və s. bu xırda detallardadır. Ümumi bəzən böyük tədbirləri biz eləyirik, düşünürük, layihə rəhbərləri kimi ki, bunu tanıdaq eləyək. Sən demə, tanıtma məsələləri elə bu cür xırda detallardadır. Bunları edəndə daha çox tanınırsan, daha çox sevdirə bilirsən, daha çox doğmalaşdıra bilirsən. Bu baxımdan indi o hədəfim bayaq dediyim kimi beynəlxalq arenada nüfuzu böyütməkdir. Beynəlxalq festivallar assosiasiyasına sinemanı üzv etməkdir. Çox istəyirəm ki, sinemaya xaricdən qonaqlarımız daha çox gəlsin. Bu il ilk dəfə olaraq bizə Polşadan iştirakçı gəlib öz hesabına, özü bilet alıb, özü gəlib oteldə yer tutub falan, gəlib festivalda iştirak edib, diplomla da təltif etdik onu. Çox yaxşı filmi var. Yeri gəlmişkən tam metrajlı film çəkmişdi Polşadan. Çox belə maraqlı söhbət elədik, təltif elədik, alqışladıq, yola saldıq. Bakını çox sevdi. Deyir, birinci dəfədir bura gəlirəm. Festival da bəhanə oldu. Gəldim, gördüm və Bakı haqqında təsəvvür edin, çoxlu reelslər çəkib paylaşıb Instagram səhifəsində, Facebookda. İzləyirik ki, biz özümüz, bizim heç blogerlər o cür çəkmirlər. Əslində sadə bir şeydir, amma çox gözəl montaj edib. Məsələn, indi onun da ətrafı var da orada, hansı kinematoqraf. İndi onun da ətrafı, onun səhifəsini izləyir, dostu, tanışı, ailəsi. Baxırlar ki, nə gözəl şəhərdir, gələn il biz də gedək məsələn. Baxın, bu yəni festivalda turizmə də hədəf vura bilir, kinoya da, yəni bu yönlü tədbirlər mən düşünürəm ki, daha çox keçirilməlidir və
daha çox beynəlxalq arenaya fokuslanmalıdır. O zaman ölkəmiz üçün də yaxşı olur. Həmçinin onların bura gəlməsi, Azərbaycanlı kinematoqraflarla ünsiyyət qurması bizimkiləri də motivasiya edir. Bizimkilər dostlaşır o rejissorla, bizim rejissorlar gələcəkdə əlaqə qururlar. Kim bilir, bəlkə bizimkilər gedib orada nəsə çəkəcəklər, onu çağırıb bəlkə müştərək layihədə edəcəklər. O ingilis sözü ilə desək, bunlar üçün bir networking yaranır. Əslində festivalla yanaşı beynəlxalq platformalar da çox önəmlidir. Bax, orada hədəf olsa, əslində çox gözəl olar. Bəlkə də daha çox genişləyər. Onu yaxşı vurğuladınız. Bu beynəlxalq platforma demişkən, birinci il biz sinemanı yerli keçirtdik və o yalnız Azərbaycan idi. Biz sadəcə o e-mail ilə qəbul edirdik filmləri. Sonra e-maildən yükləyirdik. Mən onları yığırdım flaşkaya, nə bilim, göndərirdim münsiflər heyətinə. Özümüzdə əziyyət çəkirdik. Yəni belə bir primitiv bir üsuldan var. Sonra ikinci il beynəlxalq olduğu üçün artıq məcbur olduq Film Freeway-yə keçirtdim. Belə bir sayt var. Bu bütün festivallar orada qeydiyyatdan keçir və hər iştirakçı Facebook kimi öz səhifəsini yaradır, öz filmlərini yükləyir. Sonra orada axtarışdan festivalın səhifəsini tapır və öz yükləmiş olduğu filmi submit edir istədiyi festivala. Bu texniki cəhətdən həm rahat, həm münsifləri də biz ora qeydiyyata salırıq, münsiflər də orada baxır, əlavə prosedurlara ehtiyac qalmır. Amma məsələnin maraqlı tərəfi nədir? Bizim uşaqlar Film Freeway tanımırdılar, yerlilər. Yəni tanıyanlar tanıyır yəqin ki, amma ümumiyyətlə deyirəm də çoxluq tanımır. Onlar bilmirdilər orada necə qeydiyyatdan keçsinlər, necə film yükləsinlər. İndi mən dedim ki, gəlin onlar üçün biz təlimat faylı yaradaq. Word-də bir fayl yaratdıq, screenlər elədik. Bura girirsən, bu düyməni basırsan, bu menyu açılacaq, buradan bunu seçəcəksən, belə edəcəksən. Qeydiyyat səhifədə ilkin qeydiyyatdan tutmuş hər hansı festivala, yəni daha doğrusu bizim festivala filmi necə göndərməlisən, bunu izah edən və saytımıza yerləşdirmişik, bugünə kimi də qalır. Kim bilmirsə, girir oradan yükləyir o faylı və təlimata uyğun hərəkət edir. İndi baxıram ki, ikinci ildə də beynəlxalq statusda keçirir. Görürəm ki, keçən il bizə film təqdim edən uşaqlar artıq o filmləri həmin o Film Freeway-dən başqa beynəlxalq festivallara da artıq göndərməyə başlayıblar və bu məni sevindirir. Sevindirir ki, gör biz məsələn xırda bir detalla öyrətdi, izah elədi. Artıq onlar təkcə bizim festivaldan ilişib qalmırlar da, artıq göndərirlər digər festivallara. Səhərsi gün onlar lap peşəkar kamera ilə da çəksə, artıq yolunu öyrəndilər. Bilirlər ki, xarici festivallara necə çıxmaq olar. Çünki bizdə əksəriyyət gənclərdir, tələbələrdir və s. Mən düşünürəm ki, bəlkə heç Mədəniyyət və İncəsənət Universitetində bunu keçmirlər, amma biz bunu xırda olaraq belə öyrətdik. Yeri gəlmişkən belə şeyləri də keçsələr yaxşı. Əgər keçilmirsə, bilmirəm, keçilmirsə, çünki maraqlıdır. Çünki insan rejissorluğu oxuyur, rejissorluğu öyrən. Mən düşünürəm onlara digər bu cür vərdişləri də öyrətmək lazımdır. Ən azı 1-2 saatda buna həsr eləmək olar ki, bax belə saytlar var, festivalda iştirak etmək üçün və s. Əslində böyük işlər elə belə xırdalıqlardan başlayır. Ruslan bəy, rejissor Steven Soderbergh, o da bir neçə filmini telefonla çəkib, hətta mükafat da qazanıb. Sizcə, bax bu tendensiya dünyada belə deyək, təsdiq, vüsət ala bilərmi? Ala bilər deyəndə mən düşünürəm ki, artıq alıb. Baxın, mən bayaq dedim, internetdə araşdırdım. Lady Gaga'dır, Selena Gomez'dir filan. Beyoncé. Bunların hamısının mobil telefonla çəkilmiş bir klipləri var. Onlar da o trendə düşüb çəkiblər və baxışlarına baxsan 500 milyon, 200 milyon falan belə çox böyük rəqəmlərdir və ciddi rəqəmlərdir. Ondan sonra bir nümunə tapdım ki, Netflix platforması mobil telefona çəkilən bir High Flying Bird, bəlkə eşitmişsiniz, Ptitsa Vysokого Polyota. Mən onun adını bərk gedən kimi. Amma film basketboldan bəhs edir, basketbol qəhrəmanından. Ona görə hündürə tullanmaqdan, yəni yüksəkdən uçan quş mənası kimi belə adlandırılıb. Netflix, yəni təsəvvür edin, amma indi fikirləşirsiniz ki, mobil telefonda da nədir ki, bir çox dinləyicilərimiz də belə düşünür. Məhz o filmin büdcəsi 2 milyon dollardır. 2 milyon dollar. Yəni düşünəcəklər ki, 2 milyon dollar nə var orada, telefon alıb elə deyil, işıqlar var, səs yazması var və s. və s. Yəni tək telefonla deyil, ona obyektivlər qoşulmalıdır, müxtəlif adapterlər var. 2 milyon xərc çəkilib, amma 64 milyon dollar qazanıb. Yəni o film. Düşünürəm ki, bu kifayət qədər böyük uğurdur. Ondan əlavə telefonlarda dayanmıraq, ildən ilə inkişaf edir, kameralar inkişaf edir, gələcəkdə bilmirik bizi nə gözləyir.
Və bir də mən bir şey müşahidə eləmişəm ki, bugünkü tamaşaçı üçün önəmi yoxdur filmin nəyə çəkildiyinin. Məsələn, mən indi kino adamı olduğum üçün, mənim üçün önəmlidir də orada biz qlubina deyirik rusca, dərinlik olsun, deepness falan. Dərinlik olsun, fokusdan çıxsın, fokusa girsin falan. Mən kino adamı olaraq sevirəm o görüntünü. Baxıram ki, məsələn, müasir izləyici üçün onun heç önəmi yoxdur. Yəni sən telefonda iki ölçülü bir şey çək, fokus. Yəni bütün obyektlər fokusda da siz bilirsiniz nə dediyimi. Yəni o üçün çünki bütün gün adam Instagramda, TikTokda zaten o tip videolara baxır. Yəni o tipdə sən kino da çəkib göstərsən, o qat-qat daha yeni gələcək nəsildən söhbət gedir. Yox, amma gəlin razılaşaq əsl kino sevərlər o dərinliyi. İndi məsələ də budur da. Məsələn, bu kino sevərlər, bu dərinlik falan, bu kino sevərlər hər insanın bir ömür müddəti var da. Biz gedirik, qocalırıq, yaşlanırıq, vəfat edirik, amma yeni nəsil ola bilsin bunu nəyə gətirirəm? O mobil telefonun inkişafına. İkincisi düzdür, mobil telefonlar da artıq o dərinliyi verə bilir. Yəni deməyim budur ki, baxmayaraq ki, bugün mobil telefon o keyfiyyəti vermir, zəifdir. Amma izləyici üçün onun bir önəmi yoxdur. Və bu festivalda mənim deməyim də odur ki, əsas fikirdir. Sən nə bildirirsən, danışacağın lətifə də əsas önəmlidir və onu necə danışacaqsan. Yəni, vacib deyil sənin əlində hansı telefondur, hansı kameradır, nədir. Sənin hekayən yaxşı olmalıdır. Çünki bugün həqiqətən Azərbaycanda senarist qıtlığı var, ssenari qıtlığı var. Uşaqlar ssenari yaza bilmirlər. Bunu peşəkar, bax, kinoteatrda gördüyünüz ən böyük filmdən, ən balacasına qədər tam əminliklə deyirəm ki, bugün Azərbaycanda böyük bir kino qıtlığı var. Bunun ən başlıca səbəbi ssenarinin olmamağıdır, ssenari yazarının olmamağıdır. Çünki ssenaristlər yetişdirə bilməmişik biz hələ. Biz filmlərdə bəli, rəngləməni gözəl eləyə bilirik, bunu öyrənmişik, gözəl montaj eləyə bilirik, aktyorlarımız yaxşı oynaya bilirik, rejissorlarımızın baxış və s. var. Amma ssenari yoxdur, ideya yoxdur. Baxırsan, böyük-böyük filmlər çəkilir, amma ki, ideya heç nədir. Baxırsan Rusiya filmlərinə, türklərin heç filmlərini qoyuram, seriallarına filanına. Görürsən ki, bizim ən baha saydığımız, belə ən tutarlı film türklərin serialının bir seriyasına uduzur, bir bölümünə uduzur. Yəni, bunu çıxarda bilmirik ortalığa. Senaristlərin dünya görüşü çox zəifdir. Bugün efirə gedən seriallardan görürsünüz yəqin. Bizim senaristlər hələ də qalıblar cadubiti mövzularında, hələ də qalıblar baldız gəlin münasibətinə, qaynana gəlin, buna hamısı qışqırır bir-birinə. Yəni o klişeyə düşüblər, ondan çıxa bilmirlər. Dünya görüşləri də onu aşa bilmir. Çünki ssenari yazarı, ümumiyyətlə ssenarilik fantaziyaya bağlı bir şeydir. Və bir insanın fantaziyası və zövqü nə vaxt formalaşır? Bu çox mütaliə edib öyrənəndə, beyni inkişaf etmə. Və bir də çox səyahət edəndə, gördükcə, görüb götürür. Və həmçinin xaricdə yaradılmış bir filmlərə də baxmaqla, bunun üçün də sənin dil biliklərin olmalıdır. Bizim senaristin neçəsi rus dilini bilir, neçəsi ingilis dilini bilir, neçəsi nə bilim, ən azı baxsın, baxmırlar. Nə xaricdə filmlərə baxırlar, nə səyahət, pul xərcləmirlər, əgər pulları varsa bilmirəm, səyahət edə bilmirlər, nə yaxşı təhsil almaq niyyətində deyirlər, nə mütaliə etmirlər, başlarına salıb aşağı. Mən bəzilərinə deyirəm, xətirlərinə deyirəm, siz o elə cadubiti mühitində böyümüsünüz, gözünüzü açıb onu görmüsünüz evdə. Onu da sirayət edirsiniz biz tamaşaçılara. Yəni düz eləmirsiniz, insanların tərbiyəsini pozursunuz, insanları korursunuz. Sən o müddətdə böyümüsənsə, o demək deyil ki, hamı o cür böyüyüb, hamıya doğmadır o mövzu. Çox böyük bir səhv istiqamət tutmusunuz, özünüzü də inkişaf etdirmək istəmirsiniz. Məsələ budur. İndi o mobil mövzuya qayıdarkən, o mobil mövzuda da mən o gənclərə həmişə festivalda çıxışında deyirəm ki, önəmli deyil. Siz götürün lap qapı qlazokuna çəkməyi becərmiş. Əsas sizin o hekayə maraqlı olmalıdır. O ssenariyə üstünlük verin. Sənin hekayə maraqlıdırsa, sən o mobil telefona çək, maraqlıdır. Sən tutaq ki, imkanın olmayıb işıqlandırmanı yaxşı eləməmsən, nə bilim, qrimyorun olmayıb aktrisən, amma hekayən o qədər maraqlıdırsa, sən ondan nəsə çıxardacaqsan. O insanlarda maraq doğuracaq və
onu hekayəyə görə, o söhbətə görə, sənin danışdığın hekayəyə görə baxacaqlar ona. Əsas buna fokuslanın. Siz oturursunuz deyirəm bəziləri, biz indi festivaldakılar yox da sizin qrup yoldaşlarınız. Deyirəm ki, onlar deyirlər, mənim kameram olsa yaradaram, kameram yoxdur, imkanı. Deyirəm, bunlar boş bəhanələr. Bu özünə bəraət qazandırıb heç nə eləməmək üçün deyilmiş bir sözlərdir. Yəni bu festivalı yaratmaqda da zaten bu meydanı yaratmışıq artıq. Deyirəm, təsəvvür edin ki, Azərbaycanda rejissorlar var ki, film çəkirlər, kinoteatr qəbul eləmir olan film ki, keyfiyyət aşağı. Siz isə bu boyda şey çəkirsiniz, 10 dəqiqəlik film, nə 3 dəqiqəlik sosial çarx, nə bir məsələndə. Bunu biz gəltiririk, Nizami Kino Mərkəzində nümayiş etdiririk. Siz elə bilirsiniz, Nizami Kino Mərkəzində hər adam çıxıb filmini nümayiş elətdirə bilir. Sizin 5 dəqiqəlik rolikdir. Bu, siz artıq qalib olmasanız belə, sizin üçün böyük bir fəxr, sizin portfolyonuza, tarixçənizə düşmüş böyük bir fəxrdir. Mənim belə imkanım olmayıb. Mən daha gənc yaşımda, məsələn, kino sahəsinə gələndə belə bir platform olsun, çıxım Nizami Kino Mərkəzində, qohum əqrəbamı yığım oram ki, gəlin baxın, indi mənim filmimi göstərəcəklər. Nə var, 3 dəqiqəlik şey çəkmişəm orada. Ruslan bəy, mən sizə böyük uğurlar arzu edirəm. Səsiniz festivallarınızın səsi beynəlxalq arenadan gəlsin. Nə yaxşı ki, gəldiniz. Təşəkkür edirəm. Cinema Radio, Cinema Radio, Cinema Radio.